Allah Quran-ı Kerimdə buyurur: "Və la tahsabannallaha gafilan amma ya'maluz zalimun. İnnema yuakhiruhum liyawmin teşkhasu fihi'l absar." Sadaqallahul aliyyul azim. Quranın həyata keçən ayələri var. O ayələr ki, biz onu praktiki olaraq həyata keçirdirik. Allah deyir, namaz qılırıq. Oruç tuturuq. Zikr eləyirik. Ayələr var, onlar həyata keçibdir. Ayələr var, həyata keçməyibdir. Amma gözlənilir. Allahın vədəsidir. Allah bu ayə, oxuduğum ayədə vədə verir. Allah vədə verir. Buyurur, elə hesab eləməyin. Allah qəflətdədir zalimların etdiyi işlərdən. Yəni, elə bilməyin ki, Allah bu zalim insanlar nə oyunlardan çıxır, xəbərsizdir. Allah bilir. İnnəmə yuakhiruhum liyawmin teşkhasu fihi'l absar. Allah saxlayıb qiyamətə. Həyata keçəcək işlərdən biri budur. Allahın bir ədalətli məhkəməsi var. Allahın bir tərəzisi var, mizanı var, bir qiyaməti var, bir bərzəxi var. Orada bunlarla xüsusi deyir, mən danışacağım. Bunlarla xüsusi hesab kitab olunacaq. Quran danışır bu barədə. Əs-sabiqun, əs-sabiqun. Quran Vaqia surəsində deyir. Onlar ki, karvan idi, getdi, onlar çatdırdılar özlərini. Sabiqdilər, qabaqdadılar. Əshabul yemin. Bir dəstə sağ tərəfdə duracaq. Bunlar möminlərdir, inşallah sizlərsiniz. Əməllərində ola bilər, nöqsanlar olsun, sonradan tövbə edib, qayıdıblar, relsə düşüblər, xəttə düşüblər. Qatar görərsən çıxar, insandır. Amma sonu yaxşıdır. Tövbə eləyib, ayılıb, peşman olub, etiraf eləyib, gözəldir. Əshab-ı şimal. Quran yenə deyir, sol tərəfdə olanlar Allah göstərməsin. Bunlar sol tərəfdədirlər. Bunların işi çətindir. Bunlar qiyamətə gələndə Quran buyurur, bunlar başa aşağı, əlləri arxada bağlı gələcəklər. Bunların əməlnamələri arxadan və yaxud sol əllərinə veriləcək. Aman, İqra kitabı kəfa bi nəfsikəl yevmə həsibə. Quran deyir, deyəcəklər, özünüz öz əməllərinizi oxuyun ki, siz nə işlər gördünüz dünyada? Nə haqlara girdiniz? Quran deyir, Allah buyurur, mən bu şeylərdən bir xəbər deyiləm, mən bilirəm. Qarışqanın ruhsunu verən Allah. Yarpaq onun icazəsi olmadan düşən Allah. Bilir bugün nə baş verir? Digər ayədə buyurur, əzabun muhin. Onları alçaldıcı əzab gözləyir. Alçaldıcı, yəni onların abır və həyaları aradan gedəcək. O Allah ki, Quranda deyir, Səttarul uyub, evləri örtən Allah. Qəffaruz zunub, çox-çox günahları bağışlayan Allah. Qabilü tavb, tövbələri qəbul edən Allah. Elə bir vəziyyətə gəlir ki, bunların bütün tubləs sərair, sirlərini açır. Qiyamətdə görünür hər şey. Deyir, Quran deyir, cəhənnəm dil açacaq. Həl min məzid. Bunlar ki gəldilər, odun oldular, yenə var. Aman Allah, aman Allah, aman Allah. İnsan odun olur cəhənnəmə. Oduna çevrilir. O insan ki, mələklər ona səcdə eləyirdilər. O yaradılanda Allah dedi, Təbarəkəllahu əhsənul xaliqin. Allah özünə bəhbəh dedi, indi oduna çevrilir. İndi gəl, o səhnəni gözünün qarşısına gətir. O qiyamətdir. Danışır Allah, hələ mən bilmirəm. O gerçəkləşməyən bir hadisələrdən danışır. Əyyânə yevmül qiyamə. Quran deyir, bunlar soruşur, haradadır qiyamət? Gülərlər. Allah buyurur, yox. Xəsəfəl. Günəş tutular, ta əlamətləri sayır qiyamət barəsində, qiyamət surəsində. Amma bəzən də Allah elə dünyada insanların iç yüzünü açır.
Bugün internetdə bu hadisələr ki baş verir, da indi hamı danışır, dedim elə bu xutbədən bir kəlmə də deyəm, bilirsiniz nədən danışılır. Sosial şəbəkələr bundan danışılır, bayaq biz Hacı ilə danışırdıq. 3 milyon gizli sənəd üzə çıxıb. Nələr. Dünya hamı araşdırır, axtarır. İndi bəllidir, bəzən də özləri bilərəkdən bunu eləyiblər, cəmaatın başını qaçsınlar, yenə özləri öz mənfur işlərləri ilə məşğul olsunlar. Amma bəllidir ki, bir şeylər üzə çıxıbdır. Nə cinayətlər olubdur. Kimlərlə olub bu cinayətlər? Da üzr istəyirəm. Körpə uşaqlarla. Ona görə bugün bizim dinimiz çağırır övlad tərbiyəsi, övladlarınızdan müğayət olun. Bacardığınız qədər onları, hacımız hər zaman deyir, övladları gətirin bu dərnəklərə, Quran təlimlərinə, məscidə. Əbi yox, qaçar uşaqdır, səs salar, amma uşaq məscid görür, təsiri var, Allah səsi dəyir, pak varlıqdır. Bugün bu cinayətlərin dünyada bu alçaldıcı səhnələrinin hələ biz kiçik şahidiyik. O ki qaldı qiyamət. Allah buyurur, bax, onlar ki dinlə mübarizə apararlar. Onlar ki əhl-i beytlə mübarizə apararlar. Onlar ki İslam həddləri, Quran buyurur, və mən yətəəddə hududallah, Allahın xəttləri var. Deyir, mənim sərhədlərim var. Allahın da sərhədləri var. Bəzi sərhədləri var, ora deyir, sənin gücün çatmaz. Allah dedi, fillər gəlmir, qoy gəlsin. Danışır da Quran. Həl tərə əshabil fil, Quran deyir, fil əshabələrin gördün. Fillə gəlmir, ən böyük qoşun o vaxt fil idi, gəlsin. Bugünkü gəmilərin gətiriblər, təyyarələrin gətiriblər. O vaxtda fillərin gətirmişdilər. Firon o cür gəlmişdi, Nəmrud o cür getmişdi. Harun, Qarun, bunlar yazır Quran. Allah buyurur, birini çəyirtkə ilə, birini külək ilə, birini suda batırdıq. Birini yer aralandı, yerə daxil oldu. Xəsəfnə iləl ard. Birinin başına balaca daşlar düşdü, quşlar gətirdi o daşları. Lutun qövmün o cür. Bunlar ibrət deyilmi? Yenə əl çəkmirlər, bu dinlə mübarizə aparırlar. Yenə bu işlərindən dönmürlər. Buyurur, yaxşı dönməsinlər. Onlara bax, bu əzablar gözlənilir. O dünyada görürsünüz. İnternet var, hamı bilir, xəbərlər nə üzdədir, nə vəziyyətdədir. Sadəcə istəyirlər, örtsünlər, örtə bilmirlər. Bugün cəmaat da bunları tanıyır. Cəmaat başa düşür ki, bunlar yalandan deyirlər ki, biz insan haqlarının müdafiəçisiyik. Biz övladları belə tərbiyə edirik. Biz filan işləri, yox. Öz reytingini salıb dünyada aşağı. Öz imicin dünyada itiribdir. Bu da Allahın bir əzabıdır. Bu da Allahın bir vədəsidir. وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا اَنَّمَا نُمْلِ لَهُمْ xeyra. Bunlar elə bildi ki, Allah bunlara fürsət verdi, möhlət verdi ki, bu möhlət bunların xeyrinədir. Biz dağıdırıq, Fələstində nə qədər uşaq öldürdük, güldülər, dedilər. Allah buyurur, bu möhlət bunların xeyrinə. İnnəmə numli ləhum liyazdadu ismən. Biz onlara möhlət verdik ki, günahları daha çox olsun. Bunları heç kim o quyudan dartıb çıxarda bilmir. Və ləhum əzabun muhin. Və bunlar üçün alçaldıcı və ağır əzablar gözlənilir. Həm dünyada xəsrət, dünya və axirə, həm də axirətdə.